Master, yalnız yayda məşq etsək effekt görərikmi? Qismən hə və həm də yox. Hə, ona görə ki, əgər heç bir idmanla məşğul deyilsinizsə, əlbəttə hər hansı bir idmanla məşğul olmaq 2 ayda olsa, 3 ayda olsa daha yaxşıdır. Həm bədəniniz aktivləşəcək, həm zehniniz daha başqa cür işləməyə başlayacaq, yeni vərdişlər əldə edəcəksiniz. Və eyni zamanda da yox, nəyə görə? Çünki Real Aikido idman növünün mahiyyəti özünü müdafiədir. Özünü müdafiə edə bilmək üçün isə xüsusi vərdişlər formalaşmalıdır. Xüsusi vərdişlərin formalaşması üçün də aylarla, illərlə davamlı müntəzəm məşqlər lazımdır. Ona görə də baş məşqçi olaraq mən onu deyim ki, 25 ildir məşğulam, 5-cidən qara kəmər ustasıyam və dayanmaq yoxdur, məşqlərə davam edirik və yalnız bu formada biz özümüzü aktiv və formada saxlaya bilirik. Özünü müdafiə formalaşması üçün, qabiliyyətlərin əmələ gəlməsi üçün davamlı məşqlərə hökmən ehtiyac vardır. Və uğur, yox, bir dənə fikrinizdir, uğur davamlı cəhdlərin nəticəsidir. Odur ki, çalışın ki, idmanınız davamlı olsun.